Belə yaxşıdır, hələ ki yoxlayıram. Test edirəm. Kamran salam. Salam, hər vaxtın xeyir. Necəsən? Sağ ol, şükür Allah, sən necəsən? Təşəkkür edirəm, mən də yaxşıyam. İlk öncə Ramazan bayramını təbrik edirəm. Təşəkkür edirəm. Mən də həm sənin, həm bütün izləyicilərimizin Ramazan bayramını təbrik edirəm. Allah bütün tutduğumuz oruçları qəbul eləsin inşallah. İstanbul derbisi 2-1 hesabı ilə Beşiktaşın xeyrinə bitdi. Oyun haqqında fikirlərin nələrdir və bu nəticədən sonra çempionluq yarışını necə görürsən? Oyun haqqında qısaca fikirlərimi bildirim. Oyunda bir çox futbol azarkeşləri bəlkə də Qalatasarayın qələbə qazanacağını düşünsə də, derbidə heç vaxt favorit olmur və Beşiktaş da baxmayaraq ki, liderlikdən olduqca uzaqdadır, təxminən 30 xala yaxın bir xal fərqi var idi oyundan öncə. Ancaq yenə də Solskjaer və onun 11 nəfərlik əsas heyəti meydana çıxaraq çox baxımlı bir mübarizə apardılar və əsasən də Qalatasarayın meydanda 10 nəfərlə qalmasından sonra Gedson Fernandes'in qolu ilə 2-1 hesabı ilə qələbə qazandılar. Oyundan əvvəl təbii ki, Qalatasarayın qələbə qazanacağı ilə bağlı ümidlər böyük idi, ancaq bu belə olmadı və eyni zamanda onu da qeyd etmək istərdim ki, Türkiyə Süper Liqasında indiyənə qədər məğlub olmadan çempion olan yeganə komanda Beşiktaşdır və bu baxımdan bu ünvanı da Beşiktaş Qalatasarayın əlindən aldı. Çünki sezon başından bu günə qədər Qalatasaray hətta Fenerbahçe ilə oyunlarda daxil olmaqla heç bir oyunda uduzmamışdı. Bu oyun ümumiyyətlə həm Okan Buruk'un baş məşqçiliyi baxımından, həm də oyuncuların meydanda göstərdiyi performans baxımından çox türklərin sözü olmasın vasat bir nəticə ortaya qoydu. Çünki Victor Osimhen'in və müdafiədə Davinson Sanchez'in xüsusi səyini kənarda buraxarsaq, digər oyuncular heç də özünə bənzəmirdi və belə performansdan sonra da məğlubiyyət qaçınılmaz oldu. İndi çempionluq barəsində də fikirlərim bundan ibarətdir ki, mən hələ də təxminən 70-in 30-a Qalatasarayı öndə görürəm. Çünki Fenerbahçe son dönəmlərdə hər nə qədər çox yaxşı bir qrafik çəksə də, çempionluğun əsas favoriti və xal fərqinə, xal üstünlüyünə görə əsas avantaj hal-hazırda Qalatasaraydadır. Dolayısıyla Qalatasaray əgər geridə qalan oyunlarında səhvə yol verməsə, böyük ehtimalla bu mövsumda çempionluqla tamamlayıb Okan Buruk üçün tarixi bir və Qalatasaray üçün tarixi bir zəfərə imza atacaq və 3 il üst-üstə çempion olacaq. Eyni zamanda da son olaraq onu qeyd edeyim ki, mənim təxminim bu yöndədir. Əgər Qalatasaray, daha doğrusu Fenerbahçe ilk öncə Qalatasaray evində bildiyiniz kimi 2 aprel tarixində Türkiyə Kubokunda oyun var. O oyunda məğlub edib kubokdan kənarlaşdırarsa, üst-üstə 2 derbi məğlubiyyəti performansların da yaxşı səviyyədə olmadığı bir dövrdə Okan Buruk'un tələbələri üçün heç də yaxşı olmayacaq. Bununla müqayisədə isə Fenerbahçe həm Galatasaray ilə oyunda qalib gəlsə, daha sonra da 6 aprel tarixində Şükrü Saracoğlu'nda Trabzonsporu məğlub etsə, bax o derbi qalibiyyəti də Fenerbahçe'nin bundan sonraki oyunlara çıxdığı zaman motivasiyasını 1'ə 5 artıracaq. O zaman artıq xal fərqi 3'ə inmiş olacaq və geridə qalan oyunlar tam bir, belə demək mümkünsə, Rus ruleti mahiyyətində olacaq və o zaman artıq çempionluq şanslarını 55'in 45'ə dəyərləndirirəm. Hələlik Türkiyə çempionatına bağlı deyəcəklərim bu qədər. Barcelona'nın son dönemdeki formu və qalibiyyət seriyası ilə bağlı nə deyə bilərsən? Burada əsas faktorlar nələrdir və mövsüm sonunda Barça azərkeşləri nəyə ümid edə bilər? Barcelona'nın bu sezon həqiqətən də çox möhtəşəm bir oyun və performans ortaya qoyduğunu xüsusilə qeyd etmək istəyirəm. Almanyalı mütəxəssis Hans Flick'in baş məşqçiliyi ilə həqiqətən də son dövrlərdə olduqca bol qollu və baxımlı futbol nümayiş etdirərək bir-birinin ardınca qələbələri başına sıralayır. Son turda da Girona üzərində 4-1 hesabı ilə inamlı qələbə qazandırdılar. Düşünürəm ki, bu sezon
Alman məşqçinin komandaya toxunuşları Lionel Messi'nin komandadan gedişindən sonraki o deyim yerində isə ölü torpağı Barsanın üzərindən götürdü və Barsaya yeni bir ruh gətirdi. Hal-hazırda Barcelona ən son Luis Enrique dövründə izlədiyimiz və hətta Guardiola dövründə izlədiyimiz o prime Barcelona'nı bizlərə xatırladır. Yəni oyun olaraq, gedişat olaraq müəyyən fərqlər ola bilər, amma oyunun daxilində bəzi oyunçular var ki, onlar həqiqətən də gələcəklə bağlı, bu komanda ilə bağlı çox böyük ümidlər verir. Mənə görə bu komandada X faktor nə Lamine Yamal, nə Rafinha, nə Robert Lewandowski deyil. Məncə Pedri bu komandanın ən əsas oyuncularından biridir. Mən hal-hazırda Pedrini öncədən oyuncuları şişirtməyi sevmirəm. Son dönəmlərdə bilirsiniz ki, dəfələrlə yeni çıxan oyuncular barəsində yeni Messi, yeni Ronaldo deyə fikirlər olur. Mən bunların heç birinə qatılmıram. Bir Messi və ya bir Ronaldo'nun bundan sonra çox uzun müddət gələcəyini düşünmürəm. Amma oyun üslubu olaraq, topla davranış olaraq və göz zövqü olaraq Pedri'nin oyununu mən Xavi ilə Iniesta'nın hətta birlikdə oyunu olaraq qiymətləndirə bilərəm. Eyni zamanda da digər oyuncuların olduqca yüksək performansı, bir o qədər də hücum baxımından bəlkə də prioritet rol oynamasa belə, müdafiənin sağ cinahında oynayan Jules Koundé həqiqətən də bu mövsüm inanılmaz bir performans göstərir və Barcelona'nın qələbələrində böyük paya sahibdir. Ümumən bu mövsüm sonuna qədər ilk öncə onu qeyd edeyim ki, Barcelona bu mövsümü mənim fikrimcə qəti şəkildə titulsuz tamamlamayacaq. Çünki həm Copa del Rey'də, həm La Liga'da, həm də Çempionlar Liqasının yoluna inamla davam eləyir. Və hətta belə qeyd edeyim ki, bu mövsümü titulsuz tamamlamaq böyük bir kabus ola bilər. Və inanıram ki, bu baş verməyəcək. Ancaq Çempionlar Liqası qazanılarmı və yaxud da Guardiola'nın dönəmində olduğu kimi bir treble qazanılarmı, onu artıq zaman göstərəcək. Bu barədə öncədən proqnoz vermək istəmirəm, çünki hələ qarşıda oyunlar var, gəlin hadisələri qabaqlamayaq. Daha sonra yenidən bu mövzuya qayıdarıq. İspaniyadan söz düşmüşkən, bildiyimiz kimi Real Madridin qarşıda 3 ciddi oyunu var. İlk öncə Copa del Rey'in yarım finalının cavab oyununda Real Sociedad'ı qəbul edəcək. 4 gün sonra evdə bu mövsüm fiyasko performans göstərən Valencia ilə qarşılaşacaq. Bu oyundan 3 gün sonra isə Çempionlar Liqasının 4-1 finalında Londonda Arsenalın qonağı olacaq. Səncə bu görüşlər Real üçün necə keçəcək? Real Madrid bu mövsüm müəyyən dövrlərdə qeyri-stabil oyun göstərsə də, oyunda müəyyən zəifliklər olsa da, hər zaman öz top səviyyəsini qoruyub saxlaya bilir. Burada müəyyən faktorlar var. Bu faktorların başında təbii ki, Carlo Ancelotti və komandanın illərdir davam edən nüvəsi gəlir. Özəlliklə də Kylian Mbappe'nin komandaya qoşulmağından sonra ilk öncə müəyyən bir yavaş adaptasiya dövrü oldu, amma hal-hazırda Mbappe Cristiano Ronaldo'nun 2009-2010 sezonunda attığı gol sayına indidən çatmış oldu. Oyunları qeyd etdiniz. Oyunlarla bağlı nə deyə bilərik? İlk öncə Copa del Rey'də mən Real Madridin Sociedad'ı məğlub edərək finala çıxacağını düşünürəm. Çünki La Liga'da hələ qarşıda oyunlar çoxdur və elə son turdan götürsək Real Madrid 18-ci pillədə olan Leganes ilə görüşdə müəyyən bir çətinlik yaşadı və form durumuna baxsaq 3 oyun öncə də Real Madrid bir məğlubiyyətlə üz-üzə gəlmişdi. Bundan sonra da La Liga'da xal itirmə ehtimalı var. Barcelona isə bu qələbələrin, daha doğrusu bu məğlubiyyətlərin fonunda Barcelona'nın qələbələri onun şansını biraz da artırır. Mən hal-hazırda La Liga çempionluğunda 55-in 45-ə Barcelona'nı öndə görürəm. Dolayısıyla bir növ məcburdur sezonu ən azı bir titulla başa vurmaq üçün. Real Madrid burada qələbə qazanmağa, ona görə də Sociedad'ı məğlub edərək finala çıxacağını düşünürəm. Valencia qeyd etdiyiniz kimi bu sezon çox biabırçı bir oyun və nəticə nümayiş etdirir.
komandada işlər qaydasında getmir. Bir neçə tur öncəyə qədər hətta son pillələrdə qarşılaşmışdı. Barcelona ilə oyunda da böyük hesablı darmadağın qeydə alındı. Düşünürəm ki, onların daxilində də işlər bir o qədər qaydasında deyil. Ona görə də bu oyunda mən Real Madridin bir o qədər də çətinlik çəkəcəyini düşünmürəm. Bu oyundan sonra Arsenalla Londonda Çempionlar Liqasının görüşü var. Əgər rəqib Valencia yox, başqa hər hansı bir rəqib olsaydı, oyunlar arasında 3 gün fərq olduğunu nəzərə alaraq düşünmək olar ki, bəlkə Ancelotti müəyyən dəyişikliklərə gedər, müəyyən mənada bəzi oyunçulara istirahət verər və yaxud da bəzi oyunçuları Valencia ilə oyunda daha erkən əvəzləyər. Ancaq dediyim kimi, başqa daha güclü yox, Valencia olduğu üçün növbəti turda La Ligada rəqib. Düşünürəm ki, Ancelotti ilə əsas start 11 ilə bu oyuna başlayacaq. Hətta bəlkə də Arsenal'la oyunun müəyyən bir treyningini burada keçmiş ola bilər. Ancaq Çempionlar Liqasında Arsenal'la olan görüşü isə oyunla bağlı hər hansı bir proqnoz verməyi düzgün hesab etmirəm. Çünki Arsenal'da da son dönəmlərdə işlər bir o qədər də qaydasında getməsə də, yenə də çox yaxşı bir heyətləri var. Yəni Arsenal nə Real Sociedad deyil, nə Valencia deyil və bu Çempionlar Liqasıdır. Düzdür, Çempionlar Liqası deyəndə Real Madrid hər kəsdən və bütün komandalardan öncə insanın ağlına gəlir, amma yenə də bu oyunun nəticəsi mənə gəlir ki, o günkü performanslarla və o günkü belə deyək, futbol tanrılarının seçiminə bağlı olacaq. Hələlik bu mövzu haqqında bu qədər. Bu mövsüm İngiltərədə rəqib tanımayan Liverpool haqqında nə düşünürsən? Səncə nəyə görə Çempionlar Liqasında mübarizəni erkən dayandırdılar? Və təbii ki, Liverpooldan söz düşmüşkən, Salah haqqında fikirlər. Liverpool bu sezon həqiqətən də çox baxımlı və möhtəşəm oyun nümayiş etdirir. Özəlliklə də baş məşqçi Arne Slot'un gəlişindən sonra komanda bir-birinin ardınca qələbələri sıraladı və hal-hazırda 70 xalla İngiltərədə şəriksiz liderdir. Ümumiyyətlə Arne Slot'un karyerasına nəzər saldıqda son dövrlərdə Feyenoordun baş məşqçisi kimi 2022-23 sezonunda çempionluğu, 23-24 sezonunda isə liqa ikinciliyi var. Ancaq görünür Liverpool rəhbərliyi onun oyun taktikasına, strategiyasına, ümumiyyətlə oyun stilistikasını çox düzgün analiz edib və Liverpoola uyğun bir menecer olduğuna qərar veriblər və bunun nəticəsində də onu baş məşqçi təyin etdilər. Normalda düşünürəm ki, Liverpoolun hər zaman baş məşqçilərinin müəyyən bir start problemi və yaxud da digər komandalar, özəlliklə Manchester City'nin hegemonluğu ilə bağlı müəyyən bir sıxıntıları olurdu. Ancaq həqiqətən də hər kəsə Arne Slot'un bəxtindən arzu edirəm. Çünki heç bir halda onun işini küçümsəmirəm. Sadəcə olaraq bu sezon Manchester City Pep Guardiola ilə rəsmən tükənmişlik sendromu yaşayır. Və mənə elə gəlir ki, orada ciddi problemlər var və Guardiola bu problemlərə bir an öncə son qoymalıdır. Əks təqdirdə mövsüm sonunda düşünmürəm ki, onu qovarlar komandadan və yaxud da postunu tərk eləyər, amma ən azından çox radikal dəyişikliklər ola bilər. Mövzuya qaydası olsaq, Arne Slot bu sezon həqiqətən də Manchester City'nin də artıq yarışdan çəkilməyinin ardından digər komandalarda Arsenal, Chelsea, ümumiyyətlə Manchester United-i bu qəbildən komanda olaraq hesab etməm. Çünki bunlar bir-birinin ardınca oyunçular və məşqçilər dəyişirlər, amma heç bir halda bu öz nəticəsini göstərmir. Mövzu ilə bağlı fikirlərimə davam etsəm, Arne Slot həqiqətən də saydığım səbəblər nəticəsində bu sezon çox yaxşı oyunlara və performanslara imza atdı. Düşünürəm ki, Liverpool bundan sonra bir mənalı şəkildə çempion olacaq. İndidən Liverpool azarkeşlərini təbrik edirəm. Çünki onlar Almanyalı bir öncəki baş məşqçinin zamanında, söhbət təbii ki, Jürgen Kloppdan gedir, bu çempionluğu çox böyük həsrətlə gözlədilər. Ancaq bu dəfə Arne Slot'un şansı çox daha erkən bu çempionluğu qazanmağa getdi deyə düşünürəm. Çempionlar Liqası barəsində
Nəyə görə məğlub oldu Liverpool? Burada biz əgər azarkeşlər mənim gördüyüm videonu görüblərsə, PSG-nin Liverpoolla cavab oyununda soyunub dəyişmə otağında Luis Enrique'nin oyunçularla bir söhbəti var. Mən indi oradakı ifadələri burada səsləndirmək istəmirəm. Ancaq qısaca Luis Enrique'nin oyunçulara tapşırığı bundan ibarət idi ki, uduzmaq problem deyil. Çempionlar Liqasından kənarda qalmaq problem deyil. Sadəcə çıxın, kişi kimi oynayın və uduzun. Problem yoxdur. Oyun göstərin. Həqiqətən baxımlı oyun göstərin. Amma təbii ki, bu onu başqa sözlərlə və çox daha vulqar ifadələrlə dilə gətirmiş. Düşünürəm ki, oradakı o motivasiya komandanı ruhlandırdı və bunun nəticəsində də onlar cavab oyunu üçün minimal hesabı təmin etdilər və sonda qalibi penalti zərbələri müəyyənləşdirdi. Penalti zərbələrində isə mənə elə gəlir ki, müəyyən faktorlar saymaq olar, müəyyən məsələlərlə bağlı uzun-uzadı müzakirələr aparmaq olar, amma bu dəyişməz fakt olaraq qalır ki, penalti zərbələri bir şans oyunudur, bir qumardır və burada şanslar 50-50-yədir və o gün Donnarumma'nın performansı daha yaxşı oldu və bunun sayəsində Liverpool çempionatdan kənarda qaldı. Son olaraq Muhammed Salahın bu sezonki performansı mənə gəlir ki, olduqca təqdirə layiqdir. Hal-hazırda Salah hələ mövsümün bitməsinə müəyyən bir müddət varkən qol və assist toplamında artıq 40 qolu keçib, yəni 40 qolluq bir qatqı verib komandaya. Ancaq bunun müqabilində oyunçu ilə uzun müddətdir ki, kontrakt yenilənmir. Daha doğrusu kontrakt yeniləmə məsələləri bu və ya digər şəkildə nəhayətə çatdırılmır. Bu mənə gəlir ki, oyunçunun da beynində müəyyən bir fikirlərə, müəyyən bir sual işarələrinə yol açır. Ümid edək ki, Liverpool azarkeşləri üçün, Salah üçün mövsüm sonunda həm titullu, uğurlu bir son, həm də Salahın komandada qalacağı bir ssenari gerçəkləşər. Çünki həqiqətən də komanda üçün çox önəmli rol oynayır və əgər Salah komandadan ayrılarsa, bundan sonra bu Liverpoola nə dərəcədə təsir eləyər, onun yerinə gələcək oyuncu onun verdiyi performansı göstərə bilərmi və ya nə qədər müddətə göstərə bilər? Bunlar artıq sual işarəsidir. Ona görə də gəlin hadisələri qabaqlamayaq və yaşayıb görəcəyik. Son olaraq istərdim ki, İtaliya haqqında danışaq. İtaliyada son oyunlardan sonra Interin liderliyi davam edir. Milan isə daha 3 xal itirərək 9-cu pillədə qərarlaşır və Interlə xal fərqi 20-yə yüksəlir. İtaliyadakı vəziyyət haqqında ümumi fikirlərin nələrdir? İtaliyada hal-hazırda Interin liderliyi və Interlə mübarizədə Napoli və Atalantanın çempionluq uğrunda mübarizəsi gedir. Inter son oyunda inamlı qələbə qazandı. Udinese üzərində Arnautovic və Fratesi'nin qolları ilə 2-1 hesabı ilə. Çox maraqlıdır ki, baş məşqçi Simone Inzaghi ikinci hissədə ikinci sarı kartdan qırmızı vərəq aldı və oyundan kənarlaşdırıldı. Bunun müqabilində isə digər adını çəkdiyiniz Milanın eyni adlı komandası səfərdə Napoliyə məğlub oldu. Burada isə Politano və Lukaku'nun qollarına Milanda Luka Jovic cavab verdi və Jimenez də penaltidən yararlana bilmədi. Milanda düşünürəm ki, problemlər çox ciddidir. Milan uzun müddət davam edən uğursuzluq seriyası, uğursuz mövsümlərin ardından Pioli və İbrahimovic'in başçılığı ilə çempionluğu əldə etmişdi. Ancaq görünür komandanın rəhbərliyi, idarə etməsi bu işdə həqiqətən də çox peşəkar deyil və komanda necə idarə etmə gərəklidir bu barədə bir o qədər bilgili deyil. Hətta biraz da mən irəli gedərək bunu deyə bilərəm. Çünki biz Milanı ta Ruud Gullit'in, Van Basten'in, Frank Rijkaard'ın dönəmindən, daha sonra o türklərin deyimi ilə efsane Milan kadrosunun, yəni Shevchenko'nun, Kaka'nın, Seedorf'un, Nesta Maldini'nin dönəmindən xatırlayırıq və bu komanda düzdür İtaliyada tez-tez çempion olmurdu, amma
Real Madriddən sonra Çempionlar Liqasını ən çox qazanan komanda ünvanına sahib idi. 2003, 2005, 2007-ci illərdə 3 dəfə final oynamış və 2 dəfə çempion olmuşdu. Ancaq hal-hazırda vəziyyət bir o qədər də ürəkaçan deyil. Düşünürəm ki, Milanda da radikal dəyişikliklərə ehtiyac var. Inter isə hər zamanki kimi İtaliyada çempionluq yarışında əsas favorit olmaq statusunu qoruyub saxlayır və çempionluğa gedir. Mən mövsüm sonuna qədər bəlkə Napolinin müəyyən bir sürpriz edə biləcəyi inancındayım, amma yenə də Interi daha favorit görürəm çempionluqda. Bunun müqabilində İtaliya futbolunda Juventusun adını çəkə bilərik ki, hal-hazırda bu mübarizədən biraz kənarda qalıb, amma önümüzdəki sezondan etibarən Juventusun da bu yarışa qoşulacağını düşünürəm. İtaliya futbolu haqqında hələlik bu qədər. Daha sonra digər fikirlər haqqında danışarıq. Kamran, təşəkkür edirəm suallara ətraflı cavab verdiyin üçün. Mən təşəkkür edirəm dəstəyiniz üçün. Çox sağ olun. Son olaraq əlavə etmək istədiyiniz bir fikriniz varmı? Bizi izləyənlərə çox təşəkkür edirəm. Bilirsiniz ki, kanalımız yenidir. Kanala abunə olmağı və bizi digər bütün sosial şəbəkələrdə izləməyi unutmayın. Sizlərin dəstəyi ilə, sizlərin belə deyək, bizə olan marağı ilə biz bundan sonra da çalışacağıq ki, kanalı gücləndirək və daha maraqlı videolara imza ataq. Bildirmək istəyirəm ki, kanalda müəyyən müsahibələr, futbolla bağlı quizlər, eyni zamanda bəzi oyunlardan sonra hətta canlı yayımlar da olacaq. Bütün sosial şəbəkələrdə dediyim kimi bizləri izləyin, suallarınızı şərh bölməsində qeyd edə bilərsiniz. Növbəti videolarımızda azarkeşlərimizin, bizi izləyənlərin suallarına ən çox like gələn şəxslərin suallarını toplayaraq burada səsləndirəcəyik və həmin şəxsləri də videoda qeyd edəcəyik və o suallara ətraflı cavab tapmağa çalışacağıq. Çünki mən özüm də bir futbol azarkeşiyəm, eyni zamanda da müxtəlif YouTube kanallarının izləyicisiyəm və bəzən görürsən ki, azarkeşin verdiyi sual kontent yaradıcılarının ümumi belə deyək, məğzindən, ümumi o günkü akışından daha maraqlı ola bilir. Ona görə də bu sualları dəyərləndirib sizlərin suallarınıza da burada cavab tapacağıq. Təşəkkür edirəm, görüşmək ümidi ilə. Ümumiyyətlə Arne Slot'dan